kameralarımıza baxırıq. İkinci kamera. Daha da işıqlandı. Burada məsələn də bizim formamızın üzü qara olur. Onun səbəbi bir qat olmasıdır. Buna shell veririk. Shell formanın iki yüzlü olmasına səbəb. Qabıq, yəni. Hər iki tərəfə 0,1 sm keçir. Şu problemin səbəb olduğudur. İşıqlarımızın gücü çoxdur. Yaxşı olar ki, bir kameradan istifadə edək. Bir kameranın üstünlüyü ondadır ki, işığı özü azaldıb artıra bilir. Yandakı işıqların güclərini azaldır. Kameradan baxırıq. İkinci kamera. Formamız bənzədir. Lakin buradakı metalımız plastikdən əvəz edilə bilər. Burada Raylight ona bənzər bir materialdır. Plastik yox, bu lampa üçündür. Plastikin içində lampa mümkündür. Yəni şəklimizdə də olduğu kimi buna bənzədir. Şüşəmizin əks olunmasını artıra bilərik. Ümumə götürürüm şüşədən. Əks olunmanı artırır. Qaldı bunun kənarından bənövşəyi formanın yerləşdirilməsi. Bunun üçün spiraldan istifadə edərik. Xəttlər bölməsində helix çəkirik, qalxır. Forması düzənləmək lazımdır. Formanı təkrar baxıram. Düz gəlir, dönür. Bunun üçün mərkəzə yerləşdiririk. Qaldırırıq yuxarıya. Bunun dövrlərinin sayını artırıram. Edit spline edirəm. Edit spline. Burada hamar getməsi üçün soft selection bölməsini aktiv edirik. Hər iki formanı yumuşaldırıq. Smooth. Eğer beziye bunu çekip düzeltebiliriz. Soft selection bölgesini ləğv edirəm. Buradakı perspektiv beziye burada Refiner Rook arasını birləşdiririk. Hissələri koyuyoruz. Biliyorsunuz. Şöyle biraz daha formamız okşardı.
Bunlardan biri kifayət edər. Qədətlə silirəm. Qalır bu formanın biraz böyüdülməsi. Böyütmək üçün yaxşı olar spline miqyasla cür Shift L lampaları izlədir. Shift C kameranı spline vertex soft selection biraz daha təsir məsafəsini artırırıq. Ne kadar kifayət edər. Bunu aşağı indiririk. Biraz daha da aslında büyük. Söndürürüz. Kalır buna formanın tətbiq edilməsi. Burada sweep var. Sweep. Gündüz çəkmək üçündür. Lakin burada da istifadə edə bilərik. Sweep'in öz hazır formaları var. Olmasa özümüz hazırlamalıyıq. Burada ellips küre forması bu olar. İçi boşdur, əla. Qaldı bunun materiallanması. Material veririk. Rənginə baxaq. Bu daha böyükdür. Əsas prinsipini bilərsiniz. Digər formaları hazırlamaq olar. Bənövşəyi rəng, şuşa. Şuşəni hazırlamışam, sürükləyirəm, lakin adım dəyişirəm. Ötürülükdə problem çıxmasın. Ötürürəm, rəngin bənövşəyə geçirir. Burada bənövşəyi rəng. Gördüğünüz kimi şüşəmiz bənövşəyi rəngdir. Biraz tündləşdirmək də olar. İndi renderdə baxa bilərik və ya biraz böyüdək. Yaxşı olar. Böyütmək üçün bunun burada radiusu var. Və onun divarlarının ölçüsü. Kameraya keçirəm. İkinci kameramız. Biraz daha uzaqlaşıram. Renderdə baxırıq. Biraz tündür şüşəmiz. Tündlüyünü azaldıram. Buradakinin əks olması da var üzərində. Bunun üçün yenə M düyməsini vurub əks olmaya da eyni rəngi verirəm. Burada resim refleksiyonu götürürəm. İndi baxırıq. Əks olma daha çoxdur. Biraz azaltmaq var. Həmçinin şəffaflıq. Işıqlarımızın gücü çoxdur. Lampaları qarşı vururam. Bizim yuxarı kənar lampalarımız gücün və ya ölçüsünü azaltmaq olar.
sol tərəfki rampamızda Shift L rampalar açır. Bunun da gücünü azaldırırıq. Yuxarıdakı lampamızın da gücü çoxdur. Məsələn 2. Dediyimiz gibi render ışıqlandırma biraz sınaq tələb edir, test etmək, yoxlamaq, daha sonra tətbiq etmək. Buna da zaman lazımdır. Bununla kifayətlənirəm. Daha ətraflı istəsəz kurslarımıza yazıla bilərsiniz. Orada özünüz istədiyiniz formanı asanlıqla hazırlaya bilərsiniz. Hələlik.